Salam, necəsiz? Sağ olasınız. Yaxşıyam, çox sağ olun. Sağlam qidalanma nədir? Sağlam qidalanma deyəndə əslində o nəzərdə tutulur ki, insana həmin vaxt, müddət ərzində, məsələn, bir gün ərzində lazım olan bütün makro və mikro elementlərin cəmi. Makro deyəndə nəyi nəzərdə tuturuq? Böyük molekullar, yəni karbohidratlar, sulallar və yağlar. Nə qədər düşünsələr də ki, yağ pisdir, əslində yağ hələ də bizə lazımdır və çox önəmlidir bədən üçün. Mikro deyəndə isə çox kiçik miqdarda lazım olan bəzi elementlər var. Məsələn, maqnezium, kalium, natrium kimi elementlər. Düşünürsüz ki, maqneziumun baxsaz ki, nə qədər lazımdır gündəlik bədənə, çox balaca miqdardır. Amma əgər o əski olsa sizin rasionunuzdan, onda sizin əzələləriniz başlayır bərkləşməyə, sudurqa kimi Bəs burada tutmağa. deyirsən ki, indi əksi olsa düzdür? Onda belə çıxır ki, əslində sağlam qidalanmaq hər kəs üçün fərqlidir. Məsələn, ola bilər kimdəsə maqnezium azdır, kimdəsə yağ azdır, zülal azdır. Sağlam qidalanma əslində gün ərzində normal bir insana bütün bunları daxil eləyən bir qidalanmadır. Əlbəttə ki, bədənin ölçüsündən asılı olaraq tələbatları da artır. Onda biraz İsmayılın branşına keçmək istəyirəm. Ev yeməyi həmişə market məhsullarından daha sağlamdır. Əslində qidanın evdə və ya istehsal ərazisində hazırlanması yox, daha çox düzgün hazırlanması, gigiyenik şərtlərə, bişirmə texnologiyasına uyğun şəkildə hazırlanması. Bişirmə texnologiyasını yəqin ki, özünüz də evdə qidalananda qaynadısınız, qızardırsınız və ya mikrodalğada bişirirsiniz, yeni trendlərimizdə airfryerdə bişirirsiniz və ya fərqli metodlarla yeməyi bişirirsiniz. İndi burada primitiv bir şeydən gedək, qızartma. Adətən deyirlər qızartmaq zərərlidir, lakin yağla qidanın bir yerdə təyin olunmuş temperaturda qızardılması müəyyən bir dad, ləzzət verir qidaya. Ondan bir dəfəlik vaz keçmək, qızarmış qida yeməyəcəm deyə bir şey yoxdur. Adi xanımlar, bəylər, məsələn, bəy gəlir deyir ki, bu gündən evdə margarin yığışdırır, zeytun yağına keçirir. Belə şey yoxdur. Yəni zeytun qızartma yağıdır. Yağı özü də böyük bir müəmmadır indi hansını istifadə edək. Çünki bir neçə növ extra virgin, virgin və ya pomagen yazılır üzərində. Hamı da yəni deyir ki, hansını seçəcək. Yox, qızartma yağı deyilən bir tema var. Burada qızartma yağı nədir? Qızartma yağı yüksək temperaturda daha gec buxarlanan, daha çox tüstülənmə dərəcəsinin daha yüksək olan yağlardır. Zeytun yağı bunda çox aşağıdır. Səhv etmirəmsə 180 dərəcədə artıq zeytun yağı tüstülənməyə başlayır. Ona görə zeytun yağını qızartmaq üçün istifadə edə bilmərik. İndi burada məsələ nə çıxır? Yağ ikinci dəfə qızartmaya istifadə olunanda və ya daha yüksək temperaturda qaynamağa başlayanda artıq hər bir yağ qaynadıqda artıq zərərlidir. Yəni bu yağın bizdən faydasından çox zərəri ortaya çıxır və təkrar istifadə. Məsələn, fast foodu niyə adətən tövsiyə eləmirlər? Orada yağ dəyişilmir, həftədə bir dəfə dəyişilir qızartma yağları və dəyişiləndə də həmin müddətdə filtrasiyadan keçir. Bu sahədə işləyən adamlar nə qədər desə də yağ tərtəmiz görsən, sadəcə yağ orada filtrasiyadan keçir. Texnoloji xüsusiyyətini itirir artıq, qidalıq dəyərini itirir. Deməli, indi cəmiyyətdə formalaşmış bir fit bədən, sağlam vücud anlayışı var. Fikrincə bu həqiqətən də sağlam bədəndir? Ümumiyyətlə tarixdən də baxanda həmişə bu sağlam bədən, daha doğrusu gözəl bədən düşüncəsi tarix boyunca dəyişib. Əvvəl belə çox arıq qadınları sevirdilər, oradan biraz daha kök deyə düşünməyə başladılar filan. Qarın olmağı insanda ümumiyyətlə çox normal bir şeydir. Çünki bədən ümumiyyətlə özü üçün bir depo saxlamalıdır hardasa. Və xüsusən qadınlarda bu daha yüksək olur. Çünki qadınlar doğuran tərəfdir. Onların bədəni həmişə çalışır ki, bir yerdə depo saxlasın özünə ki, bunu uşaq dünyaya gələndə bundan istifadə elə. Və bunu ən çox elədiyi hissə də qarın hissədir. Çünki bunun başqa bir səbəbi də var. Fizioloji səbəbi də odur ki, orada uşaqlıq var və o piy qatı orada bir qoruma rolunu da oynayır eyni zamanda. Və bəzi qadınlar o qatı çox əlləşib o qatı əridirlər, amma bu da onların fertilliyinin aşağı düşməyinə ya da ümumiyyətlə ortadan qalxmağına səbəb olur. Fertillik deyəndə nəyi nəzərdə tuturur? Yəni ki, uşaq dünyaya gətirmə qabiliyyəti. Eyni zamanda niyə qadınlar üçün bəs bu qədər yağ önəmlidir? Ümumiyyətlə insan üçün yağ önəmlidir. Çünki bizim əslində hormonlarımız iki cür olur. Yağ tərkibli, bir də zülal tərkibli. Və əlbəttə ki, hormonlar da bilirsiniz ki, beyni, bədəni filan hər şey, emosiyaları, hər şeyi idarə eləyir. Ona görə də bədən üçün önəmlidir. Siz fikirləşəndə ki, mən arıqlamaq istəyirəm, siz düşünməlisiniz ki, bədənimdən nəyi atmaq istəyirəm. Ola bilər ki, siz əzələlərinizi atırsınız, nə bilim suyu atırsınız, yoxsa sizin əslində məqsədiniz piyə atmaq, yəni yağı atmaqdır. Mən də bir dənə sual vermək istəyirəm. Şəkəri normal qida rasionu kimi gündəlik belə ürəyimiz istəyəndə yeməliyik, yoxsa ümumiyyətlə heç yeməməliyik? Çünki bəziləri deyir ki, ümumiyyətlə şəkərdən xərçəngdir, xəstəlikdir. Şəkər bizim normal qida rasionumuzda olacaq bir qidadır. Bizim üçün çox önəmlidir, çünki bizə sürətli enerji verir və bəzi orqanlar var ki, ümumiyyətlə bəzi hüceyrələr var ki, orqanizmə sırf bu şəkər üzərindən qidalanır. Şəkərin prosta bir şeyi də var ki, bədəndə sıfırdan istehsal oluna bilər. Yəni kənardan şəkər almaq da məcburi bir şey deyil. Amma niyə də yox? Onsuz da ki, siz istəsəz də şəkəri sıfır eləyə bilməzsiniz həyatınızda. Çünki şəkər təkcə pisok filan deyil.
çoxlu molekullar var ki, onlar hamısı şəkərdirlər. Meyvədə də şəkər var və bunlar çox normaldır. Mən də əslində İsmayıla burada bir sualım var. Arada bir gedirik marketə, qızlar götürüb şəkərsiz şeylər alırlar. Deyər ki, onlar şəkərsiz qidalanırlar. Bir müddətdən sonra mən də başladım onlardan almağa. Amma bu mənə özümü aldatmaq kimi gəlir. Çünki elə bilirəm ki, onların tərkibində əslində şəkər var. İndi burada 2 nüans var. Biz şəkəri niyə istəyirik? Bayaqlarda Fidanın dediyi kimi bizim bioloji kodlarımız var. Burada deyir ki, insan tarix boyu bu qədər komfortla yaşamayıb. Hal-hazırda bu komfora, yəni sənaye inqilabından sonra daha doğrusu keçib. Bundan əvvəl yəni yüksək enerji tapa bilmirdi deyə tapdığı anda tükətməyə çalışırdı. Həmin qidayla maksimum şəkildə qidalanmağa çalışırdı. Hal-hazırdasa bizim genetik kodumuza işlədiyinə görə nə qədər kənar durmağa çalışsa da yüksək enerji gördüyümüz təqdirdə dad algısı olaraq bizə daha dadlı gəlir həmin məhsullar. Bəs onların tərkibində əslində bir də dadlandırıcılar var. Onlar da şəkərə çox yaxın reaksiya verir bədənimiz onlara, elə bilirəm. Belə deyim, sizdə o yaranan illüziya bilirsiniz nədir? Siz yeyirsiz, deyirsiniz ki, bu şirindir və necə bunda şəkər yoxdur? Bu illüziya sizi çaşdırır. Aspartam deyilən bir qida əlavəsi ki var, dadlandırıcıdır. Bu şəkərdən 200 dəfə daha şirindir. Məsələn, buna ən bəsiti Cola Zero'lardır ki, onların tərkibində aspartam var. Mən ona görə bölmək istədim ki, bayaq dedin ki, eyni reaksiyanı verir bədən. Əslində eyni reaksiyanı vermir. Şəkərin bədəndə, yəni artıq dərəcədə qəbul olunan şəkərin çox spesifik bir reaksiyası var. Qanda qlükoza piki. Qanda, yəni birdən-birə şəkərin miqdarı çox artır. Xüsusən rafinə olunmuş şəkərlərin ən böyük ziyanlarından biri budur ki, yəni burada lif yoxdur, bir şey yoxdur və şəkər çox asanlıqla keçir qana. Və qana keçəndə də qanda şəkərin miqdarı həddən artıq artanda bədən məcburdur ki, onu necəsə aşağı salsın. Yəni insulin. Onda da- Cola Zero tam zərərsizdir. Tam zərərsiz deyil. Birincisi Cola Zero'da aspartam kimi maddələrin pis cəhəti odur ki, bədənə okey siz bunu qəbul elədiniz, bədənin bunu çıxartmağı çətindir. Yəni bu böbrəklərə də ziyan ola bilər və özündə istifadədən sonra sonsuzluq yarada bilər. Amma soft drinks deyirlər. Bunların ən böyük ziyanı onların pH-ının çox aşağı olmağı, qazlı içkilər. pH-ının çox aşağı olmağı. İndi məsələ ordadır ki, Fidan bioloqdur, mən qida mühəndisiyəm. Burada biz çalışırıq ki, kütləvi şəkildə istehsal edə bilək, məhsul ortaya çıxarda bilək və satışa sürə bilək. Bu da ki, yəni xüsusi bəzi risklər ki var, onları gözə alıb hərəkət eləməyə ortaya gətirib çıxardır. Məsələn, aspartam mən də qatılıram ki, ziyanlıdır. Lakin burada bir şey var da, bizim sahədə ən başda işlərdən söz odur ki, zəhərlə dərmanı ayıran şey dozasıdır. Bunu heç istifadə eləməyək, bu tam ziyanlıdır. Belə bir şey biz üçün qəbul edilməzdir. Cola Zero ziyanlıdırmı? Dozasında məncə yox. Belə bir sual var, niyə insanlar çox az yeyib yenə də arıqlamır? Mənə amma tam əksi maraqlıdır. Bəzi insanlar çox yeyirlər, heç vaxt kökələ bilmirlər. Elə tanışlarım var. Onun üçün Nifrət elədiyin sən. Mənəm o. Hüceyrələrin tutumu var. Yəni insan məsələn sizin bədənинizə nəsə daxil oldu. Bunun hamısı bədənə sorulacaq deyə bir şey yoxdur. Bilirsiniz ki, müəyyən bir hissəsi dəyişilmədən bədəndən çıxa bilir. Bəzi insanların bədənində hüceyrələr daha az aktiv olurlar və daha az maddəni özlərində saxlayırlar, daha az enerjini özlərinə götürürlər və qalanı bədəndən dəyişilmədən çıxır. Yəni metabolizma da çox sürətli formada gedir. Ümumiyyətlə bəzən elə insanların gözləri də belə bərələ olur. Qidalanma bir növ psixologiyadır. Təkcə mən bunu yeyirəmsə, bu təsir verir, belə bir şey yoxdur burada. Psixologiya məsələsi var. Yediyiniz qidanın da hamısını mənimsəmirsiniz. Normal halda maksimum dərəcədə 80% mənimsəyə bilirsiniz. Deyə bilərsiniz ki, bəzi adamlar çox yeyir, kökələnmir. Bunun açıqlaması nədir? Açıqlayaq. Həmin adamlar həqiqətən də çox yemirlər. Çünki əgər çox yeyib az içəridə artıq bağırsaq sistemində müəyyən fəsadlar törədəcək. Qida həzm olunmadan keçirsə orqanizmdə, sorulmadan gedirsə, bağırsaqda ciddi fəsadlar törədə bilər. Qidalanmada əgər kökələnmirəm, arıqlayanmıram, yəni bir növ psixoloji problemdir. Yəni bir növ yalandır deyək. Belə bir şablon var ki, axşam saat 6-dan sonra yemək yemək adamı kökəldir. Ümumiyyətlə sizin əgər stabil bir rejiminiz varsa, məsələn hər gün eyni saatda yatırsınızsa, hər gün eyni saatda durursunuzsa, bədən artıq özünə bir rejim qurur. Düşünür ki, mən artıq filan qədər saatdan sonra yatacağam, mən filan qədər saatdan sonra və özünü buna hazırlayır. Bədən yavaş-yavaş artıq daha sakit vəziyyətə keçir və metabolizm istər-istəməz yavaşlayır və ümumiyyətlə də deyirlər ki, yeməyi ən azı yatmazdan 4 saat əvvəldən kəsmək lazımdır. Əlbəttə ki, burada həzmin də rolu böyükdür. Axşamlar niyə yüngül yeməliyik? Çünki siz yatmağa hazırlaşırsınız. Metabolizm yavaşlayır və siz yatacaq
olacaqsınız, yatanda lap da yavaşlayır metabolizm və siz istəmirsiniz ki, mədəniz dolu yatasınız. Bu yaxşı bir şey deyil bədən üçün və nəzərə alın ki, həzm eləmə prosesi çox uzun bir proses. Əsas odur ki, gün ərzində sizə lazım olan makro və mikroelementlərə indi qayıtdıqda alasınız, lazım olan enerjini, tikinti materiallarını alasınız bədənə. Niyə səhərlər daha çox yeyirik? Çünki səhər insan yuxudan oyanır. Yuxu yəni uzun bir prosesdir və yuxudan beyin təmizlənir, orqanizm özünü yeniləyir ümumilikdə və xüsusən yuxunuz keyfiyyətlidirsə bu daha yaxşı gedir bu proses. Ona görə çalışmaq lazım ki, yuxu keyfiyyətli olsun və bədən yorğun oyanır əslində yuxudan. Yemək bu nöqtədə vacibdir. Belə deyək də, az yemək məsələsinə gələndə, çox yemək onsuz da tövsiyə olunan bir şeydir. Səhər daha yüngül, teksturası daha sərt olmayan qidalarla qidalanmaq daha tövsiyəyə uyğundur. Çünki mədə-bağırsaq sistemi boş olur və bu günümüzdə ən məşhur olan mədə xoraları, mədə yaralarına gətirib çıxarda bilir. Deyirlər ki, əslində gündə 3 dəfə qidalanmaq zərərlidir. 5 dəfə qidalanmaq lazımdır və porsiyalarımız az olmalıdır. Burada belə bir şey ortaya çıxır. Həzm sistemini tanımaq lazımdır burada. Həzm sistemi 4 saatlıq bir proseslə işləyir insan orqanizmində. Müxtəlif canlılarda, müxtəlif insanda da bu 4 saatlıq ara ilə artıq həzm sistemi başa çatır. Biz yaxşı olar ki, bu intervalı 4 saatlıq rutin ərzində tutaq. Ondan qısa tutmağımız artıq ifrat dərəcəsi. 5 saatlığla günlük hal-hazırdakı belə bir şey gəlib çıxır da məsələ. Sual verməli ki, biz niyə 3 dəfə qidalanırıq? 3 dəfə qidalanmamızın səbəbi sənaye inqilabıdır. Sənaye inqilabından sonra insanlar artıq ondan əvvəl 2 dəfə qidalanırdı. Ondan sonra istehsalatlarda, böyük zavodlarda iş ağırlığıyla bağlı 3 dəfə qidalanmağa keçdi. Və bu faydalı iş əmsalının ən yüksək olduğu sistemdir. Artıq 5 dəfə qidalanma 5 dəfə fasilə verməkdir. Gəlin sənaye tərəfdən baxaq məsələyə. Mənim işçim var. Gündə ona 1 dəfə fasilə verirdimsə, artıq 3 dəfə fasilə verirəm. 3 saat itkim var mənim burada. İş saatı da yəni 9 saatdan artıq bir insan 6 saatın faydalı işləyə bilir. Bu baxımdan mən düşünürəm ki, günlük 3 dəfə qidalanmaq, lakin miqdarında qidalanmaq lazımdır. Marketlərdə satılan broiler toyuqlar var. Onlar kənd toyuqlarından daha zərərlidir və ya biz kənd toyuğu istifadə etməliyik gündəlik olaraq? Yoxsa market toyuğunda istifadə etsək, yəni heç bir fərq yoxdur aralarında? Marketlərdə satılan toyuqlar, o ilk olaraq hormon məsələsindən başlayım. Avropa Birliyi artıq hormonlu toyuqların istehsalını qadağan edir. Azərbaycan qanunvericiliyi də deyir ki, Azərbaycan sərhədlərinə hormonlu qidaların yalnız qarğıdalı istisna olmaqla digər qidaların girişi qadağandır bir mənalı olaraq. Burada yəni hormonlu toyuqlar adətən hormonludur sualın açıq deyə niyə verirlər? Toyuq 44 gün ərzində yetişir və toyuq kəsilir. 40-44-cü günlərdə artıq toyuq kəsilir. Bu hormonal balansın pozulması yox, xüsusi seleksiya nəticəsində, seçmə nəticəsində bu yerə gəlib çıxıb bu toyuqlar. İndi burada hormonludan çox antibiotik varmı sualın verisi daha düzgün olar. Təbii ki, antibiotik var. Kənd toyuğu əgər bilmədiyiniz bir yerdən alsa tövsiyə edirəm, açıq deyirəm sizə. Toyuqlarda bir çox bakterioloji bulaşmalar var. Məsələn, salmonella. Bu ciddi fəsadlar törədə bilir insan orqanizmində. Ən bəsit halında ishal yaratır, ishal və qusma yaratır və sizin bilmədiyiniz yerdən küçə satışından və ya belə deyim, tanımadığınız birindən bunu alırsınızsa, o qədər də məsləhət olmur. Antibiotikin lakin belə bir xüsusiyyəti var ki, təkcə zərərli orqanizmalar yox, faydalı orqanizmalardadır və təəssüf ki, orqanizmdə müəyyən izlər qoyur. Bunun ən bəsiti dildə olan, adətən həkimlər deyir ki, sizə göbələk əleyhinə dərmanlar verirlər ki, antibiotik qəbul etdikdən sonra bəsit forması deyim, dildə deyirlər ki, ağ izləri var. Funqlar deyilir də səhv eləmirəmsə. Bu izlərin görə bilirik orada. Yəni bu istər-istəməz bütün canlılarda iz qoyur. Yəni bu o demək deyil ki, yəni dilində ağarma var falan məsələsi deyil. Sadəcə antibiotik izi qalır deyə və bizim də müəyyən antibiotik qəbul eləmə dozamız var deyə, yəni bayaq ki, yenə qayıdırıq. Təəssüf ki, çox istifadəsi yenə ziyanlıdır. Bir də antibiotik bədəndə rezistentlik əmələ gətirir. Normalda məsələn siz deyək ki, hansısa bir xəstəlikdən bir antibiotik içəndə bu antibiotik sizin o bakteriyaları öldürür və siz sağalırsınız. Amma əgər siz bu antibiotikə uzun müddət məruz qalsaz, bakteriyalar artıq onlar alışırlar bu antibiotikə və bəziləri hətta o antibiotiklə qidalanmağa başlayır. Əslində orada problem odur ki, bu verilən əlavə kimyəvi maddələrin heyvanlara adi biz heç düşünmürük. Torpağa da gübrə verəndə o gübrə heyvana keçir, heyvandan bizə keçir və belə bir zəncir əmələ gəlir və hər bədəndə bu toplanır. Və bu toplanmalar indi bunların üstündə işləməyə başladılar, amma əslində bunlar böyük problemdir. Yekun olaraq ümumi qida haqqında bir şey demək istəyirəm. Qidalanma təkcə market vitrinində bitmir. Burada artıq qidanın günümüzdə də məsələn üçün torpaqdan süfrəyə məsələsi ki var. Harda, necə, hansı şəraitdə
yetişdirilib, daşınıb, saxlanılıb, emal olunub, hazırlanıb, ötürülüb, soyudulub, vitrinə çıxıb, bişirilib, hansı şəraitdə bu qidalanıb məsələsinə gəlib çıxır. Yəni ümumi müəyyən qədər məlumat verməyə çalışdıq, lakin bu qısa-qısa məlumatlardan dərin təsəvvür yara bilməyəcək. Qida sənayesi insanı asılı vəziyyətə salır sizcə? Ən çox belə insanı asılı vəziyyətə salan, ən çox asılılıq yaradan şeylərdən biri şəkər, kofein və şəkərin də uzunmüddətli ziyanı odur ki, şəkərli diabetə çıxardır. İndi bizim ölkəmizdə şəkərli diabet o qədər yayılıb ki, hamı deyir ki, hə, şəkərli diabetdir, məndə də şəkər var, filan kəsədə şəkər var. Amma siz həqiqətən elə bir insanla yaşasaz ki, həqiqətən onun şəkəri çox pis vəziyyətdədir, siz görəcəksiniz ki, bu həyata necə pis təsir eləyir. Təkcə görünən üzdə yox. Şəkər yeyə bilmirəm, istədiyimi yeyə bilmirəm yox. Qaraciyərə, böyrəyə, bütün orqanlara, yəni buna görə də çalışmaq lazım ki, onsuz da ki biz onu həyatımızdan çıxartmayacağıq. Şəkər dozasında pis bir şey deyil. Çalışırlar ki, siz daha çox alasınız. Daha çox almağınız üçün daha çox sevməlisiniz. Mən bu fikrə qatılmıram. Qida sənayesində deyil mənim fikrimcə. Belə bir sual verim sizə. Deyək ki, hər hansı bir ofisdə Qida oturmusunuz. mühəndisi qatılmır. Hər hansı bir ofisdə oturmusunuz. Sizə pərakəndə satış məntəqəsi müəyyən qidaları təqdim eləyir. Siz deyək ki, onları yemirsiniz. Bəs mən sizə sual verim, hansı qidalardan istifadə edəcəksiniz? O anda heç bir qida sizə əl Yəni çatan deyil. məcburuq əslində. Yəni bu vəziyyəti bir növ qida sənayesi yox, sistem yaradır təəssüf ki. Kiçik sahibkarın tutuna bilməməsi və ya sizin qidaya əl çatan şəkildə yaşaya bilməməsi. Hal-hazırda şəhərləşmə o qədər sürətli gedir ki, belə deyək də Bakı və yaxınındakı şəhərlərdə Sumqayıt, Abşeron ərazisində faktiki olaraq yəni qida emalı çox aşağıdır. Yəni və təbii üsulla bayaq dediyimiz sağlam qidalanma, təbii qidaya əl çatanlıq demək olar ki, yəni əgər müəyyən bir təbəqə şəxslərdən deyilsinizsə, sıfıra bərabərdir hal-hazırda. Yəni sağlam qidalanma əslində çox bahalı bir şeydir demək istəyirsiniz. Növbəti sualım da bu idi. Hal-hazırda müəyyən qədər Azərbaycan bu sənayedə sənayeləşməyib deyə qeyri-neft sahəsində daha əl çatandır deyərəm digər ölkələrdən. Avropada və ya digər məsələn hal-hazırda İtaliyada müəyyən subsidiyalar ayrılır ki, yerli sahibkar deyək ki, evində illik 200 kilo pendir istehsal edə bilirsə eləyəsin. Qida sənayesi deyir ki, yox eləməsin, nəzarət altında eləyək. Azərbaycan da təəssüf ki, buna doğru gedir. Müəyyən ziyanları olsa da faydaları da var. Məsələn, biraz mürəkkəb məsələdir açığı. Təkcə sənaye ilə bağlıdır məncə. Mənə çox maraqlı gələn başqa bir sual var. Baxırdım ki, YouTube-da bəzi kanallar marketdə satılan məhsulları alırlar və tərkibinə xüsusi kimyəvi maddələr qarışdırırlar və yaxud da yod qarışdırırlar və s. kimyəvi reaksiyalar sonunda deyirlər ki, bu marka yaxşıdır, bu marka pisdir. Biz onlara inanaqmı? Əslində bu yoxlama metodikası, yəni hər bir məhsulun öz yoxlama metodikası var. Və bunların heç biri, yəni heç də bəsit deyil. Misal olaraq internetdən çox rastlanılan videolar şeydir. Bal analizləridir. Bal həqiqidirmi? Mən balı belə yoxladım, yoddan uzatdım, suda fiqur yarandı. Açıq deyil, bunlar üçün xüsusi avadanlıqlar lazımdır. Hal-hazırda yəni belə deyək də, əgər bu qədər bəsit olsaydı, yəni Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Qida Təhlükəsizliyi İnstitutu bu məsələyə baxar analizlərə, yəni avadanlıqlara yüz minlərlə pul ayırıb, yəni o qədər vəsait ayırıb deməzlər. Qaldı ki, mən düşünürəm ki, hər hansı bir markanın və ya bir neçə markanın yanlış məlumat verərək bu şəkildə insanlara göstərməsi və istər-istəməz belə deyim də, kolbasaya yod damcıladıram, rəngi dəyişilir. Bu məhsul saxtadır. Bunun içində ət var, yoxdur. Yəni bir növ əslində açıq deyək, inkişaf etmiş ölkələrdə çox rahat şəkildə bunu məhkəməyə daşıya bilirlər məsələ. Bu qarayaxma olaraq verə bilərlər, markanın zədələnməsini gətirib çıxara bilər. Yəni açıq danışaq, əsasən də qida məhsullarından təzə qidalar dediyimiz kolbasa, süd məhsulları, ət məhsulları böyük markaların hər biri analizlərdən keçir. İnsan sağlamlığına zərər verəcək miqdarda hər hansı bir toksik və ya mikroorqanizm aşkarlandığında həmin partiyanın satışı dayandırılır bir məna olaraq. Lakin deyə bilərsiniz ki, hə, mən baxmaq istəyirəm ki, hansı kolbasanın içində ət var və ya hansı kolbasanın içində bütün kolbasaların içində ət var. Gəlin deyək nə ətidir? O biraz şübhəlidir. Açıq danışaq, maliyyət məsələsinə gedir iş. Adətən yəni bizim millət ət deyəndə qırmızı ət nəzərdə. Qırmızı ət maksimum şəkildə yəni ölkədə biraz məsələ konfidensialdır deyəmirəm. Ölkənin bir çox müəssisəsini audit eləmişəm və resepturaların 90%-də ət miqdarı 22% keçmiş. Yəni bu qırmızı ətdən söhbət gedir. Hə, digər ətlər varmı? Bəli var. Yəni toyuq ətidir. Burada adətən farşdır. Marketlərdə satılan toyuq farşları var. Onlardan istifadə olunur. Dəridir, margarindir, piydir. Yəni piy belə baha başa gəlir deyə az istifadə olunur. Adətən yaxşı olar ki, güvənilir mənbələrdən araşdırılsın məsələ. Yaxşı, bəs uşaqlar, nə yeyək sağlam olmaq üçün? Nə yeyək? Ac mı qalalım hocam? Hər şeydən biraz everything. Everything little into the middle. Hə, həqiqətən elədir. Hər şeydən miqdarında
və çalışın ki, yeməkləriniz kifayət qədər rəngli görünsün, sözü əsl mənasında. Rəngi nə qədər rənglidirsə, o qədər yaxşıdır. Zulalı kifayət qədər çalışın ki, yeyəsiz, çünki zulalı düşündüyünüzdən daha vacibdir. Yağı nə boca eləməyin yeməklərinizin içinə, nə də ondan qorxmayın. Eynilə də karbohidrat. Amma çalışın ki, şəkəri az yeyəsiz. Çayı da yeməkdən yarım saat sonra ən az içəsiz, çünki Azərbaycanlıların ürəyi gedir yemək qutaran kimi çay içməyə. Ümumi fikrim odur ki, qidalanmaqda fərqində olmaq lazımdır. Yediyimizin fərqində olaq. Yediyimiz qidaların biraz da olsa üzərinə oxuyaq. Direkt önümüzə gələn qidanın hansı şəraitdən gəldiyini bilmədən yeməyək, qəbul eləməyək. Diqqətli olaq açıqcası. İnsan orqanizmi özü böyük bir laboratoriyadır. Gün ərzində 200-dən çox maddələrin mübadiləsi gedir orqanizmdə və bu maddələrin mübadiləsi zamanı açıqlayaq mən həmişə deyirəm ki, insanın ən böyük laboratoriyası ağzıdır. Belə bir şey var da, doğal seleksiya deyir ki, insan məsələn bir şeyi yemirsə, xoş görsə, adətən belə deyək də zəhərli şeylər də acı gəlir. Əgər süni şəkildə ona nəsə əlavə olunmayıbsa, ona bir növ tövsiyə olunmayan metoddur. Doğrudur, indi qida sənayesini inkişaf edib, zəhərə də yəni bir yol tapıb satırlar. Amma yəni bu məsələdə mən fikirləşirəm ki, az-az, bilərək və güvəndiyimiz yerdən yemək lazımdır. Qalan məsələlərdə də ki, yəni bir də ki, digər yanlış məlumatlara, çox da arxası, dayanağı olmayan məlumatlara inanıb gün ərzində ömrü boyu 20 il, 30 il qidalandığınız qidanı kəsib, kərə yağı kolesterol verir, mən bu gündən kəsib belə yanaşmayaq. Yaxşı olar ki, məsələni bütün məsələlərdə araşdıraq. Həmçinin bu videoda danışdığımız məsələlərdə yaxşı olar ki, araşdırın ətraflı. Tövsiyəm bu olar. Bir də mən son olaraq son zamanlarda oxuduğum bir şey demək istəyirəm. Nə yediyimizdən əlavə necə yediyimiz də eyni qədər önəmlidir. Hansı ruh, emosional vəziyyətdə yediyimizdə yeməyin necə metabolizə olunmasına və bədənimizə necə təsir eləməyinə təsir göstərmiş. Bu da təzə tapılmış bir şeydir. Məsələn, ağlaya-ağlaya yemək. Hə, həqiqətən elədir. Daha məsələn başqaları ilə bir yerdə yemək ya da daha belə yüksək yaxşı bir vəziyyətdə yemək daha keyfiyyətli eləyirmiş yediyiniz qidanın. Pis də olsa yaxşı eləyir, yaxşı da olsa, əgər pis emosiya eləyirsə, daha çox zərər eləyirsiniz. Çox maraqlı. Bir söz də var. Əgər yediyiniz qidanı yeyirsiniz, dəyişirsiniz və dadı dəyişmirsə, yaxşılaşmırsa, onda yediyiniz şəxslər dəyişir. Sonunda qanibalsınız, hə? Yaxşı olar ki, dediyimiz kimi qarşınızdakı şəxsi Yəni dəyişərək bir yerdə dadı yemək dəyişir. yediyiniz şəxslərdir. Sağ olun. Sağ olun. Çox sağ olun məlumatlara görə. Çox dəyərli idi. Gələcək bölümlərimizdə də görüşmək üzrə. Sağ olun. Hələlik. Çoxlayın, yaxşıyın.